Təsəvvür edin ki, bir oğlan uşağının 2 parça şokoladı var. Biri özünün, digəri isə dostu üçün. İndi təsəvvür edin ki, başqa bir dostu da gəlib ondan bir şokolad istəyir. Burada 2 seçim var. Adil olmaq və ya ehsan etmək. Əgər özü üçün ayırdığı şokoladı saxlayıb yalnız digər şokoladı 2 yerə bölüb versə, ədaləti yerinə yetirmiş olar. Amma əgər öz haqqından keçərək öz şokoladını bağışlasa, bu zaman ehsan etmiş olar. Allah Taala Quranda buyurur: İnna Allaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba. Şübhəsiz Allah ədaləti, yaxşılıq etməyi və qohumun haqlarını əda etməyi əmr edir. Ədalət heç kimin haqqını yeməməkdir. Ehsan haqqından artıq vermək, başqalarına qarşı mərhəmətli olmaqdır. Və yaxınlara yaxşılıq etmək üçün ilk növbədə ailədən və ətrafımızdakilərdən başlamaq lazımdır. Bir cəmiyyət o zaman güclü olar ki, hər bir fərd yalnız özünü düşünməsin. Qardaş bacısının qayğısına qalsın. Ata övladlarına vaxt ayırsın, dost dostunun halını soruşsun, qonşu qonşusunu unutmadan onun qayğısına qalsın. Dünya ədalətlə gözəldir, amma ehsan və insanlara qarşı diqqət onu cənnətə çevirir.